Salam, vaxtınız xeyir olsun. 22 iyun 2026-cı il tarixidir. Yay fəslinin ikinci günüdür. Məhərrəm ayının 7-ci günü. Yay fəslinin Məhərrəm ayının ilk həftəsinin demək birinci bazar ertəsi günüdür. Günümüz və həftəmiz xeyirli uğurlu başlayıb. Can sağlıqlı, xoş xəbərlərlə zəngin, bol bərəkətli, ruzli, dinc qulaqlı başlayıb. Xeyirli uğurlu da başa çatsın. Amin inşallah. 22 iyun günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, eləcə də evlərində ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, işə vaxtlı, bol bərəkətli, ruzili, süt əminamanlıqlı, firavanlıqlı, dinc qulaqlı, eləcə də xoş xəbərlərlə zəngin dolu bir gün, bir həftə keçirməyi arzu edirəm. 22 iyun günündə kimlər təhsili ilə məşğul olurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş avadlığı arzu edirəm. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı 22 iyun günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm. Qalanlarına can sağlığı, səbir diləyirəm. 22 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün demək, şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, eləcə də Azərbaycan ordusunu salamlayır. Gözəl bir gün keçirməyi, eləcə də gözəl bir həftə keçirməyi, dinc qulaqlı, sülh əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, can sağlıqlı, gözəl xəbərlərlə zəngin olan bir həftə, bir gün keçirmələrini arzu edirəm. Bununla yanaşı 22 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 22 iyun günündə də tarixi günlər vardır. 22 iyun günündə baş verən tarixi hadisələr bunlardır. Demək 22 iyun günündə 1593-cü ildə Sisak döyüşündə Sloveniya və Xorvatiya ordusu Osmanlı qüvvələri üzərində qələbə çaldığı gündür. 22 iyun 1825-ci ildə Böyük Britaniyada feodalizm və yer ağalığı sisteminin ləğv edildiyi gündür. 22 iyun 1906-cı ildə İsveç bayrağı rəsmi olaraq qəbul edildiyi gündür. 22 iyun 1941-ci ildə Nasist Almaniyası Sovet İttifaqı deməli sərhəd boyu hücuma başladıqları gündür. Eləcə də 22 iyun 1976-cı ildə Kanadada ölüm hökmü ləğv edildiyi gündür. 22 iyun 2002-ci ildə Richter şkalasına görə 6,5 bal gücündə baş verən zəlzələ nəticəsində İranın qərb bölgəsində 261 nəfər həyatını itirdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.